olunubdur. Antik Doğrudur. Sonra keçək Nuray Hüseynovamıza. Nuray, bəs Qazaxda aşkar olmuş dedik ki, mağaralarımız hansılardı? Daş salaqlı damcılıdır. Qazaxda 18 ilə işarə olunur. 18 yoxsa 17? 17. 17 ilə düzdür. Qazaxda damcılı mağarası, bir də Qobustan düşərgəsi. Hansı dövrü öyrənmək üçün ən yaxşı mənbə yaşayış məskənləridir? Mezolit dövrünü. Doğrudur. İlahə bizə deyəcəkdir. İlahə, bəs yaxşı. Naxçıvanda qazma mağarasını öyrənirəmsən. Deməli, mən hansı dövr araşdırıram? Orta paleolit dövrü. Biraz da fikirləş. Qazma mağarası. Qazma mağarası orta paleolitdə var. Alt paleolitdə də var. Bax, burada elə lap əvvəldə qeyd edirlər. Naxçıvanda qazma mağarası. Azərbaycanda qədim paleolit dövrünü öyrənmək üçün ən yaxşı, deməli, yaşayış məskənlərindən biridir. Bəli, orta paleolitdə də burada həyat davam edibdir. Sonra keçək bir də sən bizə deyəcəksən. Deməli, bizim bir Kamiltəpə yaşayış məskənimiz var. Bir də Göytəpə. Bunlar hansı dövrü öyrənmək üçün əsas mənbələrdir? Neolit dövrü. Düzdür. Həmin rayonların hansı rəqəmlərlə işarə olunubdur yaşayış məskənləri? Göytəpə Tovuz'daydı. Tovuz deyəsən 19'dur. Bir də Kamiltəpə, o da Ağcabədidə idi. Amma Ağcabədinin yerini bilmirəm. Buyurun deyin uşaqlar. 11. 11 ilə işarə olunub, doğrudur. Bəs yaxşı, Səkinə bizə deyəcəkdir. Səkinə, bir də öyrəndik biz erkən Tunç dövründə müəyyən ibadətgahlar. Görəsən bu ibadətgahlar harada yerləşir? Xaçmazda deyildi müəllim. Biri Xaçmazda olmadı. Xaçmazda hansıydı? Xaçmazda. Sərkərtəbə. Neçə rəqəmlə işarə olunubdur? Xaçmaz. İmtahandan sonra bəlkə sən Nabrana istirahətə getdin. Bəxtələr başıma mənim. Getsən 35 ilə işarə olunubdur. Oradan da aylık ilə bir baş çəkərsən. 35 Şabrandan keçir, 37-dən keçir. Deməli 35 yadda saxladıq ki, Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərvişdir. Qazax neçə rəqəmlə işarə olunub? Mənə sual versin müəllim. Bəli. Qazax 17 deyil. 17. Bir də Kültəpə var idi, Maxda vardı. Bunlar neçə rəqəmlərlə işarə olunubdur? O Naxçıvanda deyildi ki müəllim. Bəli, Naxçıvandaydı. Elə burada 60'lar, 70'lər oldu Naxçıvan ərazisi, 66, 67. Bunları öyrəndik. Sonra bizə Səbinə deyəcəkdir. Səbinəm, dedi ki, Xocabənddə yerləşən mağaralarımız hansılardır? Xocabənddə Zərlik təpə. Xocabənddə bir daha. Başqa hansı mağaralar deyəcəksən? Hə, bir də Azıq mağarası. Azıq mağarası, Tağlar mağarası. Görürsən burada Xocabənd neçə rəqəmlə işarə olunubdur? Xocabənd bir də mən işarə qoymuram. Hə, gözlə bunu baxayım. Xocabənd neçə rəqəmlə işarə olunub? 5-ci. Bəli, düzdür, 5 doğrudur. Bir də sən bizə deyəcəksən, bu dəqiqə görüm açıldı mı? Hə, düzəldi. Xocabəndi bildik, bəs yaxşı. Buzeyir mağarası harada yerləşir? Lerikdə. Doğrudur. Lerik neçə rəqəmlə işarə olunub? 61. Sonra, bəs yaxşı. Bir başqa hansı rayonumuz qaldı? Hə, Cəllabad. Cəllabadı bizə deyəcəkdim, Ayşə. Ayşə, Cəllabad neçə rəqəmlə işarə olunubdur? Cəllabaddan nə tapılmışdı? Cəllabad 60. Neçə dedin? 60'lar deyil, xeyr. 57. Cəllabadda, Muğanda Uzuntəpə. Bax burada. Nə aşkar olunmuşdu? Muğanda Uzuntəpə. Deyim. Buyurun. Əhəlləşdirilmiş at sümükləri tapılmış. Uzuntəpədən bir tapılmışdı. Tiyələri. Bəli, tiyələr, doğrudur. Cəllabadda Əlikü məktəbə desəm, halında deyərsiniz, əhəlləşdirilmiş at sümükləri tapılmışdı. Ayşə xanım, Tağlar mağarası harada yerləşir? Tağlar Xocabənddə. Xocabənd neçə rəqəmlə işarə olunub? 66. Xocabənd 66 nə deyib? Gedib Naxçıvanda Xocabənd axtarırıq. 5-dir. Bəli, 5 rəqəmlə işarə olunubdur. 5. Afaq, sən bizə deyəcəksən. Deməli, Qobustan neçə rəqəmlə işarə olunubdur? Qobustan 41. 46. Bax, buradadır Qobustan. Burada 46 dedik ki, Bakı yaxınlığında. Bəs yaxşı, Damcılı mağarası harada yerləşir? Damcılı bu Qazaxda. Neçə rəqəmlə işarə olunub? 5. 17. Qazax. Ermənilərlə sərhəddə yerləşir. Bax, burada. Deməli, biz dedik ki, buradan Qazax rayonu, bir də Damcılı mağarası, yəni Qobustan düşərgəsi əsasında öyrənilmiş dövr hansı dövr oldu?
Bu paleolit dövrü. Mezolit dövrü. Bəs yaxşı, qədim dövrdə Qaraca yaşayış məskəni var ki, Qaraca harda yerləşir? Qaraca. Oradan da bəlkə Səbinə gəlib qonaq gedərsən. Bəli, Mingəçevir düzdür. Afaq, Mingəçevir neçə rəqəmlə işarə olunubdur? Bildim Mingəçevirdə, amma yerim bilmirdim. Mingəçevir. Bəli, 23. Bax, 27-ni bu görürsünüz Yevlax rayonunun içində balaca bir rayondur. Mingəçevir Kürün sahilində yerləşir. Həm Kür su anbarının, həm də Kür çayı. Əgər Mingəçevirə getmişsinizsə, o da balaca, qəşəng bir şəhərdir. Sonra kimimiz qaldı buradan? Ayanımız qaldı. Ayan bizə deyəcək, Ayan, son Tunç dövründə bizim bir neçə dəbdəbəli kurqanlarımız vardı ki, hökmdarlara mənsub olan kurqanlar. Onlar harda yerləşir? Son Tunç dövründə Xocalıda deyildi, Xocalıda Arıqdan. Xocalıda niyə Arıqdan olsun? Eləcə Xocalı desən bəs. Gədəbəydə. O Gədəbəydə Arıqdanı qatmayaq. Deyək ki, Xocalı kurqanı idi. Xocalı burada neçə rəqəmlə işarə olunubdur? Xocalı, bir dəqiqə deyirəm. Xocalı. Bir dəqiqə. Yerdən demir gözləyəcək. Bura haradır? 9. 9 rəqəmlə işarə olunubdur. Bircə Ayan, sən işləyib göndərmişdin xəritəni. Başqa kimsə işləyib göndərib, son göndərilənlərə baxmadın. Demişdim ki, bu Mənim yadımdan çıxıb. onda bir zəhmət. Heç kəsin yadından çıxmasın. Yadından çıxanlara neyə? Bir cərimə tətbiq edək, ağıllar başlarına gəlsin. Hər kəsə bu xəritəni göndərmişdim, demişdim ki, Mən eləmişəm, şəklini atmağı unutmuşam. Birazdan ataram çıxanda. Heç nə, lap gözəl. Bəs yaxşı, Ayan, 32 ilə işarə olmuş rayon hansıdır? Bir dəqiqə 32 ilə şeydir. Bir dəqiqə. Şəkinin yanında deyək, Oğuzdur. Oğuz, bəli. Oğuzda hansı kurqan tapılmışdı? Oğuzda Bəli. Kərimli. Düzdür, Oğuzda Kərimli kurqan, doğrudur. Bax, bunları yadda saxlayırıq uşaqlar. 9-dur, 32-dir. İşarə olunsa, yəni Xocalı ilə Oğuzda Kərimli kurqan işarə olunsa, deməli, son Tunç dövrünə aid buradan kurqanlar tapılmışdı. Bəs yaxşı, Təhmaniz bizə deyəcək. Təhmaniz, başqa nələr qaldı ibtidai icma quruluşuna aid sual vermədik, mənə uşaqlar? Hansısa rayonlardan? Yaxşı, sən mənə Ağcabədidə Kamiltəpə ilə Tovuzda Göytəpəni göstər görək. Mən Ağcabəddə 11 deyim, mənim Ağcabəddə 11-ci işarəliyim. Tovuzdakı mənim orada dəqiqə 19-da mənim. Doğrudur, 19 ilə işarə olunubdur. Məhəmməd bizə deyəcək, Məhəmməd, de görək Cəllabad neçə rəqəmlə işarə olunub? Cəllabad 59 ilə. 59 muydu, 57 miydi? 57. 57 doğrudur. Bəs yaxşı, bax orada 59 dedik ki, Cəllabaddan sən mənə deyəcəksən, həm Eneolit dövrünə aid tapılan tapıntı, həm də son Tunç dövrünə aid olan tapıntılar hansılardır? Eneolitdə, Cəllabadda Əliköy məktəbi ola bilərmi? nə hansı? Əliköy məktəbə. Hə, bəli. Əliköy məktəbədən əhəlləşdirilmiş at sümükləri tapılmışdı. Bəli. Sonra bir də Muğanda Uzuntəpə. Bu da Cəllabaddır. Muğanda Uzuntəpədən nə tapılmışdı? Muğanda Uzuntəpədən. Bəli. Yəni? Oy səni, ibtidai icma quruluşuna aid, son Tunç dövrünə aid bəli dəmir tiyələr tapılmışdı. Tunç dəstəkli dəmir tiyələr. Bunları da yerlərin yadında saxlayırsan. Sonra Leyla bizə deyəcəkdir. Leyla, Qaraca düşərgəsi hansı dövrə aid oldu, hansı bölgədə yerləşir? Qaraca düşərgəsi Mingəçevirdə idi, orada 23 ilə işarələnmişdi. Düzdür. Bəs yaxşı, son Tunç dövrünə aid siklopik tikililər harda tapılmışdı? Naxçıvandaydı. Naxçıvanda var qızım, amma təzə kitablarda Çalxanqalanı qeyd edirlər. Sən bizə, sənin kitabında yazın Arıqdam deyəcəksən. Arıqdam harda yerləşir? Gədəbəydə. Bəli, Gədəbəydə. Bax, görsən Gədəbəy burada neçə rəqəmlə işarə olunubdur? 25 ilə. Bəli, 25 doğrudur. Bəs yaxşı, Oğuz rayonu? Oğuz 32 ilə. Düzdür. Xaçmaz? 35. 35 rayonundan doğrudur. Mehriban bizə deyəcək, Mehriban, gəlsək siz tərəflərə Qazağa, Qazaqda hansı yaşayış məskənləri aşkar olunub, hansı mağaralar aşkar olunubdur? Qazaxlı bir də Damcılı. Qazaq da burada 17. Doğrudur. Qazaq 17, bəs yaxşı, onun yanındakı 19? Tovuzdur da, orada da Göytəpə var idi. Düzdür. 18? 18 o Akstafadır. Bəli, Akstafaydı, doğrudur.
Bəs Zeynəb bizə deyəcək ki, Zeynəb, birdən gəldik Balakən Zaqatala tərəfləri. De görəsən bizdə burada 31 hansı rayon ərazisidir? Xəritədə göstərin 31 hansı rayon ərazisidir? Mən deyim. Deyim. Öz deyəcək Zeynəb. De görüm Zeynəb. 31. Getdin ora dedin ki, burada 1830-cu ildə üsyan baş veribdi. 1830-da Car Balakən də 31. Yadında saxlayırsan. 35 hansı rayonumuz oldu? Zaqatala. 35 buradadır, bax 35 görsən. Xaçmaz oldu. Bəli, Xaçmaz idi. 35-də Xaçmaz yerləşdi. Sonra 57-də yerləşən ərazi. Təkrar eyni ərazilər deyirəm ki, beyninizdə yatsın. Sonra da qalan digər rayonlara yönələcək. 57. Cəllab. Bəli, yoldaşın deyir, C ilə başlayır. Oradan yadına düşsün. Cəlləbat, doğrudur. Cəllab dilini söylədim, səs deyirəm öncə. C Cəlləbat. Bax, belə yadda saxlayırıq. 11 hansı rayon ərazisidir? Zeynəb. Zeynəb Xanlarov. Cavab verə bilməyəndə adın Zeynəb Xanlarov qalır. Cavab versən Zeynəb. Bir Ağcabədi idi yoxsa? Bəli, 11 Ağcabədidir. Bunu bilmək vacibdir. 11 Ağcabədi. Sonra Ülfət deyəcək bizə. Ülfət, gəl baxaq görək. 23-də yerləşən yaşayış məskəni? 23 Mingəçevirdə, orada da Qaraca var. Düz, 25. 25 Gədəbəydə, Arıqdamda siklopik tapılmış. Doğrudur. 5-də tapılan yaşayış məskənləri? O Xocavənddir. Xocavənddə deməli var idi, Tağlar mağarasıydı. Ondan sonra bir də Azıq mağarası da orada yerləşirdi. Sonra bir də var idi, elə bil Orta Tunç dövrünün artıq müdafiə tikilisi. Müdafiə tikilisi? Hə. Üzərlik təpə? Üzərlik təpə yaşayış məskənidir. Müdafiə tikilisi Nərgiz təpədir. Nərgiz təpə. Aysu bizə deyəcəkdir. Aysu, hardan başlayırsan? 32. 32-də hansı deməli rayon yerləşir? Oğuz. Oğuzda nə tapılmışdı? Oğuzdan Bəli. Siklopik. Niyə siklopik olsun ki? Abal orada qəbir tapılıb, qəbir. Kurqan. Bəli, Kurqan. Kərimli Kurqanı, hökmdara mənsub olan Kurqan idi. 19. Kitabda var mı? Onu oxumamışdım. Yoxdur ki. Ülfət sən? Təzə kitablarda yoxdur, mən də oxumamışdım. Ayşoqlar oxuyubsuz Son Tunç Erkən Dəmir dövrü Yox, axırda. 2025-də mən oxumamışdım. Oxuyubsuz, hamıda var. Kimin? Cəlləbat var mənim, o bizim kitabda yoxdur. 24-25-də yoxdur, amma 25-26-da var. 24-25-i gətirim. Oradan çəkim göndərim. Bunlar da ağlar başlarına gəlsin. Ay qızım, Ülfət, sən demək yadımdan çıxdı. Bunu 25-dən oxumuyubsan ki? Yox, oxumamışam mən. Hə, 11-cilər. Bu hissəni 25-dən 26-dan oxumanıza ehtiyac yoxdur. Çünki bu tamam dəyişibdir. Dəyişmə quruluşu. Mən də 25-26-dan oxumuşum. 25 hə düz elibsən. Sənin üçün 25-26 yaxşı elib səndə. 10-cu siniflər 25-26-dan oxusalar. Yaxşıdır. Elə orada da var Oğuzda Kərimli Kurqanı. Sonra bir də nə qaldı? Kim qaldı? Hə, Aysu. Bəs yaxşı, 19 məsələsini dedik. Bir də 7-də yerləşən mağara? 7 Kəlbəcərdə, orada da Zar mağarası var. Düzdür. Bunların uşaqlar üstündə niyə duralım? Xəritədən mütləq sual düşür. Ona görə də mütləq hər kəs bilməlidir. 24-25 nəşrində Oğuzda Kərimli deyən yoxdur deyəni gözünü çıxardacağam. Səhifə 20-yə baxın. Axırda qeyd olunubdur. Səhifənin aşağısında. Hamısında var. 25-də də 26-da da var. Qeyd olunubdur. Muğat Cəllabatdır. Yazılı Bəli. Muğat